Gəlin sizə akupunkturlu ayaq masajını başsağlığı necə istifadə etmək lazımdır. Biz öncə otururuq, gördüyünüz kimi oturmuşam. Bunun üstünə çıxmaq olmaz bütün bədənlə, çünki çox ağrı verə bilər ayaqlarınız altına. Çünki görürsünüz, bu hündürlüyü belə bəkdir və xüsusi ayaq nöqtələri üçün nəzərdə tutub hazırlanır. Və həmçinin daban üçün isə sahəsi var. Bu sahəsi də daban üçündür və bunu qoyuruq belə müxtəlif hərəkətlər də edə bilərsiniz. Bir də saxlaya da bilərsiniz, yəni 3-4 dəqiqə, 5 dəqiqə. Yəni maksimum 15 dəqiqəyə kimi baxırsınız nə qədər dözürsünüz. 15 dəqiqəyə kimi saxlaya bilərsiniz. Ondan başqa arada məsəl üçün 1 dəqiqəsini və bu cür imanlarla edə bilərsiniz. Və yaxud da ki, ayağınızın yan hissəsinə də bunu qoya bilərsiniz. Yəni bu yan hissəni də sıxsın. Və yaxud da ki, müxtəlif məsəl üçün idman hərəkətləri, baxın, bu cür hansısa bir hərəkətlərlə bütün ayaqlarınızı özünüz masaj edə bilərsiniz. Yəni baxırsınız fantaziyanıza və həmçində ondan başqa hərəkət etmədən də belə ayağınızı saxlayırsınız. Yəni maksimum ilkin olaraq 5-10 dəqiqə arasında edin, sonra 15-20 dəqiqə maksimum saxlaya bilərsiniz. Gündə 2 dəfə istifadə edə bilərsiniz. Çox gözəldir. İnanın çox kömürlüdür.